Salam. Bugün də tam cəbri ifadələrin birinci hissəsini keçirəcəyik. Yəni bir hədli və çox hədli. Sadəcə 1-dən 7-yə qədər qayda və toplu izahına baxacağıq. Bir hədli ilə çox hədlinin izahına. Bir də toplusuna. Bir hədli nəyə deyilir? Uşaqlar, natural ədədlər. Bir hədlindən danışıram. Bir hədli. İfadə nəyə deyilir? Natural ədədlər özləri, ümumiyyətlə ədədlər. Yəni kəsir də ola bilər, qabağında mənfi də ola bilər. Köklü ifadə də ola bilər. Bunlar hamısı bir hədlidir. Və təkcə yalnız dəyişən x ola bilər, yanında başqa dəyişən ola bilər. Bu dəyişənlərin bəzilərinin üstündə qüvvətlər ola bilər. Və həmin qüvvətlər yalnızca, birinci qaydanı deyim, ikinci qaydanı deyim, üçüncü qayda. Üçüncü qayda ədəd əmsallar və qüvvətlər mütləq natural ədədlər olmalıdır. Yəni heç vaxt uşaqlar, məsələn, bu bir hədlidir, amma bir də bunu yazın. Bu bir hədli deyil. Çünki uşaqlar üstü natural ədəd olmalıdır. Üstü, baxın, sol tərəfdə yazmışam. Üstü natural olmalıdır. Yəni qabağındakı ifadə mənfi ola bilər, amma üstündəki, x, y-in üstündəki bir şeylər mütləq şəkildə müsbət olmalıdır. Anladınızmı? Bir hədli budur yəni. Təkcə ədədlər də bir hədlidir, təkcə dəyişənlər də bir hədlidir. Ədədlə dəyişən bir yerdə olanda ədəd əmsal sayılır. Dəyişənin üzərində yazılan qüvvətlər isə mütləq müsbət ədədlər olmalıdır. Bu belə. Bir hədli haqqında çox vacib bir nüansı da vurğulamaq istəyirəm. Gördünüz ki, deyir ki, bu dəyişənlərin hasili. Yəni, baxın uşaqlar. 7x bu bir hədlidir və ya x böl 7 bu da bir hədlidir. Amma uşaqlar 7 böl x bir hədli deyil, yadda saxlayın. Deyil. Bilirsiniz niyə? Dəyişən ancaq yuxarıda olmalıdır, yəni hasil şəklində olmalıdır. Məxrəcdə dəyişən varsa bu artıq bir hədli deyil. Bunun bir dəfə məğzini göstərirəm. Niyə? X məxrəcdədirsə 1 böl x deməkdir. Bu da x üstündə mənfi 1 deməkdir. 1 bölü x üstü mənfi 1 deməkdir. Bizə dedik axı, üstü natural olmalıdır. Dəyişənin üstündə natural ədəd olmalıdır. Yəni, uzun sözün qısası, sizə desələr ki, x bölü 3, yoxsa 3 bölü x hansı bir hədlidir? Bu bir hədlidir, bu deyil. Çünki x məxrəcdə olarsa artıq üstü mənfi sayılır və deyil. Ümumiyyətlə, dəyişən sürətdə olmalıdır. Məxrəcdə olarsa bir hədlilik deyil. Sonra bir hədlər üzərində əməllərdən danışaq. Bilirsiniz ki, vuranda üstlər toplanır. 3 ilə 7-ni toplayıram 10. Böləndə üstlər çıxılır. 7-dən 3 çıxıram 4. Eyni qüvvətə vuranda elə vurub sonra qüvvətə qaldırıram. 21 üstündə 5. Üst-üstə dərəcələr həmişə vurulur. 5-i 6-ya vuram 30. Yaxşı, üst-üstə dərəcə həmişə vurulur. Yadda saxlayın. İstənilən ədədin üstündə 0, 1-dir. X üstü 0, 1-dir. Bunun isbatını isbat şəklində sizdən soruşsa belə yaza bilərsiniz. Məsələn, uşaqlar, eyni ədəddən eyni ədədə çıxanda axı 0 eləyir. Üstlər də nə vaxt çıxılır? Bölünəndə. X üstü A-nı X üstü A-ya bölmək, X üstünə A çıxar deməkdir. Biz də bilirik ki, eyni ədədə böləndə neçə eləyir? 1. Yəni, isbatı budur. Birinci, ikinci qrupa verənlər öyrənə bilər. Yəni, bunu bilsinlər. Birinci qrupa verənlər dəqiq bilsinlər. İsbat düşür. Belə, niyə ədədin üstündə 0, 1-dir? Çünki eyni ədəddən eyni ədədi çıxanda çıxma da bölmədir. Yəni, eyni ədədə böləndə 1 elədiyi üçün istənilən ifadənin üstünə 0 yazdıqda cavab 1 olur. Bu qaydanı da dedik. Ədədin üstünə 1 yazmaq elə özü deməkdir. Yəni, həmin ədəddən bir dənədir. Yəni, 10 üstü 1, yəni ondan bir dənə 10 deməkdir də. Sonra bu... Məsələn, kök altında x, burada 7, burada 3 yazılıbsa, bu qüvvət, yəni üstüdürsə, üstü üstündə də qalır. Kök 6-dır deyə altda qalır. Bildinizmi? Birini də deyim. Məsələn, bu 10-dur, bu 5-dir. Uşaqlar, 5 üstüdür deyə, yəni x üstü 5. Üstüdür deyə üstü, kök 6-dır deyə altda da 10 qalır. X üstü 2-də 1. Anladınızmı? Sonra bu nə deməkdir? Yəni, ixtisar varsa ixtisar edin və ya bu deməkdir. Yox, belə bir şey deyil bizə.
Məsələn, deyir ki, uşaqlar, x üstündə bu 5-ci dərəcədir. Bura x. Sonra olub 10. Uşaqlar, bu 2 dəfə artıbsa, bu da 2, burada 2 yazıram. Bildiniz? Bu 2 dəfə artıbsa, burada 2 yazıram. Və ya bura baxın, görüm. Olub 15. Neçə dəfə artıb? 3 dəfə artıb. Mən də bura 3 yazıram. Siz niyə? İxtisar gedəndə özü almışsın da. 15-i 3-ə bölün 5. Yəni, diqqətli olun. Məsələn, çox hələ ki, qəlizini verməyim. Köş dərsində qəlizdən keçərik. Olub 35. Uşaqlar, bu 5 dəfə artıbsa, bu da 5 dərəcə bura yazılır. Üstü 5. Çünki baxın, həqiqətən ixtisar eləyəndə 7 qalacaq. Belə, 3-cü qayda. Ümumiyyətlə, belə bir ifadə verilib. Siz bunun yerini dəyişmək istəyirsiniz, silib imtahanda sizə B çıxar lazımdır. B çıxar yerini dəyişirsinizsə, qabağına mütləq mənfi atın. Anladınız mı? Məsələn, sizə verilib x çıx 3. Bunu silib imtahanda yerinə 3 çıx x yazmaq lazımdırsa sizdə, yəni bunun cavabı verilibsə, sadəcə qabağına mənfi atın. Yaxşımı? Yəni, nəyisə imtahanda silib yerini dəyişirsə, qabağına mənfi atın. Bu dediklərimiz tək dərəcələr üçün doğrudur. Yəni, ədədin özü, yəni üstündə 1. Tək dərəcələr üçün bu ödənir. Amma uşaqlar, cüt dərəcə bir ifadə verilib, üstündə 4 yazılıb. Bunun yerini dəyişmək istəyirsiniz, uşaqlar, çox rahatlıqca elə birbaş silin, yerini rahatlıqca dəyişin. Yəni, qabağına mənfi filan atmayın. Niyə görə? Çünki cüt dərəcə mənfini udur. Anladınız mı? Məsələn, verilib x çıx 7 üstündə kvadrat. Sizə amma bu lazım deyil. 7 çıx x lazımdırsa, elə üçün silin, yazın 7 çıx x-in kvadratı. Yəni, qabağına mənfi filan atmayın. 3-cü qaydanı da dedik. Baxın, uşaqlar, cüt dərəcədə yeri rahatlıqla dəyişə bilirəm. Tək dərəcədə yerin dəyişəndə qabağına mənfi atıram. Bir hədlin qüvvətini necə tapırıq? Bundan da danışaq, keçək çox hədliyə. Bir hədli uşaqlar budur. Məsələn, 5a-nın kubu, b üstü 7, bir də c. Uşaqlar, ümumiyyətlə qabaqdakı ədəd əmsaldır. Bunun qüvvəti adiyyəti yoxdur. Əmsal. Amma qüvvət ancaq dəyişənin üzərində olan bir şeydir. Dəyişən ABC-dir. Bunun üstündə 3-dür, bunun üstündə 7-dir. Uşaqlar, burada heç nə yoxdursa bir dənədir deməkdir də. 3, 7, 1 toplayın. 11. Deməli, qüvvət 11-dir. Bildinizmi? Əmsalı qüvvətə qatmayın, ha? Əmsal başqa şeydir. Məsələn, uşaqlar, birini də deyim, yəni dəqiq tutun. Burada 7 nədir? Əmsaldır. X, Y kubu dəyişəndir. Qüvvət ona görə 1 ilə 3-ün cəmi neçədir? 4-dür. Qüvvəti 4-dür. Əmsalı 7-dir. Bəs sadəcə biz demişdik, ədədlərdə bir hədlidir. Məsələn, verib 32. Sadəcə ədəd. Bunun qüvvəti neçədir desə, dedik axı, qüvvət nə olur? Ancaq dəyişənin üzərində olur. Uşaqlar, bu ədəd əmsal sayılır. Yəni, ədədin qüvvəti adiyyəti yoxdur. Yəni, burada qüvvət yoxdur, yəni 0-dır. Bir də deyirəm. Ədəd qabaqdakı əmsaldır. Yəni, ədədin qüvvəti adiyyəti yoxdur. Ədədin qüvvətini soruşanda yoxudur axı onun 0 yazırsınız. Baxın, burada onu demişəm. 25 ədədin dərəcəsi 0-dır. Yəni, onun qüvvəti yoxdur. Qüvvəti adiyyəti yoxdur onun. Anladınız mı? 25 ədəddir deyə, yəni dəyişən deyil deyə, onun qüvvəti adiyyəti yoxdur. İndi çox hədlidən danışaq. Çox hədli nəyə deyilir? Uşaqlar, çox hədli. Adından da görünür də bir neçə həddi var. Yəni, bir neçə həddin çıxılmasına, toplanmasına deyilir çox hədli. Baxın, bu bir hədlidir. Bu da bir hədlidir. Üstünə 7 yazaq, 8 yazaq. 8. Üstə gəl 7x, mənfi 3, hələ sonra qarışarlar. Uşaqlar, baxın, bu da bir hədlidir. Göstərirəm. Bu da bir hədlidir, bu da bir hədlidir, bu da bir hədlidir. Ədədlər bir hədlidir. Bu bir hədlilərin çıxılmasına, toplanmasına fərqi yoxdur. Yəni, toplama çıxma görürsünüz, artıq olur nə? Çox hədli. Bu çox hədlinin dərəcəsini tapmaqdan danışaq. Dərəcə uşaqlar, hər bir hədlin dərəcəsini ayrıca tapırıq. Bunun dərəcəsi 3-dür, ancaq dəyişənə baxıram dərəcə deyəndə. Bunun dərəcəsi 10-dur, bunun dərəcəsi 1-dir. Bunun dərəcəsi yoxdur. Ədədlərin dərəcəsi 0-dır. Çünki dəyişənin dərəcəsi olur. Dərəcəsi ən böyük olan bir şey elə çox hədlinin dərəcəsidir. Ən böyük hansıdır?
10. Deməli, bu çox ədlinin dərəcəsi 10-dur. Ən böyüyü. Yaxşımı? Ən böyüyü. Bəs çox ədlin əmsalı nədir? Əmsallar cəmi daha doğrusu. Əmsallar cəmi. Əmsal yox, əmsallar cəmi. Əmsallar cəmi nəyə deyilir uşaqlar? Sadəcə bütün x, y-ə 1 deyirəm. Bax, bütün dəyişənlərə 1 deyirəm və baxıram. 5 vur 1, 5 eləyir. 2 vur 1, vur 1 elə bu. 7 vur 1. Çıx 3. 3 ilə 3-lər ixtisar gedir, cavab qalır 7. Və ya uşaqlar, əmsallar cəmini necə tapa bilərəm? Əlimə baxın. Əmsal cəminin tapılmağının 2 yolu var. Əmsal cəmi. Birinci əsas yol x-a, y-ə, bütün, yəni misalda nə qədər dəyişən görürsünüzsə 1 verirsiniz. Əsl yol budur. Amma imtahanda rahat tapmaq üçün belə eləyə bilərsiniz. Bütün əmsalları uzaqdan baxın da. Bu 5-dir, bu mənfi 2-dir. Qabağındakı işarəni nəzərə alın. Bu müsbət 7-dir, bu da mənfi 3-dür. Yazın bura. 5, mənfi 2, müsbət 7, mənfi 3. Görün neçə eləyir. 3-dən 3-ü çıxanda 0, 7 də 7-dir. Deməli, bu ifadənin əmsallar cəmi 7-dir. Belə, keçək topludan suallarımıza baxaq. Bir hədli, çox hədli bu qədər. Standart şəkli, natural üstlük, qüvvət. Birinci suala baxaq. Bir hədli. Uşaqlar, dəyişik ifadəsinin qiymətini tapın. Sadə ədədlərə gətirirəm. Burada onsuz 2 sadədir və biz bilirik ki, kiçiyi ortaq çıxara bilərəm. 2-dən ən kiçik 19 dənədir. 2 üstə 19-u çıxaranda qalır 3 vur 20 dənədən biri qaldı içəridə. 19-u çıxarmışam deyə 7 qalır. 52-nin məxrəci uyğun olaraq yazaram 13 vur 4. Yəni 13 vur 2-nin kvadratı. Məxrəcdə də bu kvadratı hamısına tətbiq edirəm. 13-ün kvadratı vurulsun 8 üstü 4-ün kvadratı. Uşaqlar, 4 üstündə 2. Üst-üstə dərəcələr nə olur? Vurulur. Üst-üstədir deyə 4-ü 2-yə vururam, 8 yazıram. Əlimə baxın, görüm. 2 üstə 19. 3 vur 2, 6. 6 üstə gəl 7, 13. Vur 13. Vur 2-nin kvadratı. Dedim, hamısını sadə ədədlərə gətirməliyəm. 8 sadə deyil. 8 2-nin kubudur. Üstündə də 8 var. Üst-üstə dərəcələr vurulur. 3-ü 8-ə vurun, 24. Daha baxın, görüm. Vuranda üstlər toplanır. 19 ilə 2-ni toplayanda 21. 13-dən 2 dənədir. Bunlar ixtisar gedir. 21 dənə, burada 21 dənədir, burada 24 dənədir. Kiçik olan həmişə yox olur. 24 dənə 21-dən 3 dənə çoxdur. Yəni 3 dənəsi qalır. 21 ixtisar gedir, 3-ü qalır. 2-nin kubu da neçə eləyir? 8 oldu. 8 də 1. Diqqətli olun. Birinci sualı izah elədik. Yəni, bildiniz də sadə ədədlərə gətirirsiniz. Sadə. Ruhla şəklində göstərirsiniz. Üçüncü sual. Üçüncü sual. Baxaq. 12-ni sadə ədədlər olaraq 3 vur 4 yazaram. 4-ü də 2-nin kvadratı yazaram. Amma üstündə 6 var deyə hamısının, hərəsinin üstünə 6 yazıram. 25-i 5-in kvadratı yazaram. Üstündə kvadrat var deyə kvadrat yazacağam. 27-ni 3-ün kubu yazaram. 10-u 2 vur 5 yazaram. Üstündə 7 var deyə 7-lər yazaram. 8-i 2-nin kubu yazaram. Üstündə 7 var deyə 7 yazaram. 15-i 3 vur 5 yazaram. Üstündə 4 var deyə 4 yazaram. Bu da 2 üstü 17. 9 3-ün kvadratıdır. Üstündə 3 var deyə 3 yazaram. Bu qədər. Həll edək. 3 üstü 6 vurulsun. 2 üstündə üst-üstə dərəcələr vurulur. 2-ni 6-ya vuranda 12. 2-ni 2-yə vuranda 4. Yenə üst-üstə dərəcə 3-ü 7-yə vururam 21. 2-ni 6-ya vurur. 2-ni 3-ə vururam 6. İndi gedək eyniləri bir yerə yığaq. Uşaqlar, baxın görün burada 3, 6, 3 üstü 4. 3-lər bu qədərdir. 6 ilə 4 toplayanda 3 üstü 10. Məxrəcdəki 3-ləri toplasam, 7 ilə 6-ını toplayın 13. Sürətdəki 2-ləri toplasam uşaqlar, yəni üstlərini, 12 ilə 17-ni toplayanda 29. Məxrəcdəki 2-ləri bir yığsam, 21 ilə 7, 28.
İndi getdik. Sürətdəki 5-lərə baxaq. 5-dən 8 dənədir. 4-dən 4 8 edir. Toplayın. Məxrəcdəki 5-dən 1 dənədir. 5 üstü 7-dir elə. Baxın, məxrəcdə 5 dənədir. 5 üstü 7-dir. Uşaqlar, 29 dənədən 28 dənəsi çıxanda 1 qalır. 2-dən 1 qaldı. 8 dənədən 7 dənənin çıxanda da 1 qalır. Axı bölünəndə üstlər çıxılır. 5-dən də 1 qaldı. Amma burada kiçik həmişə ixtisar gedir. 13-dən 10-u çıxın, 3 qaldı. 3-dən 3 dənəsi aşağıda qaldı. 2 vur 5 10 eləyir. Bir də uşaqlar hesabada baxaq, hesabı vurmayaq. Hə, baxın uşaqlar, burada 3-dür, biz 7 yazmışıq. Bilən bura baxın. 3-dür, bura 7 yazılıb. 3-dür. Diqqətli olun. Söz cavab alındı uşaqlar. 3-dür, 3. Bir dənə bunu kənara çəkək. Rahat görək. Uşaqlar 3-dür, 3. 3-dən 6-nı toplayanda 10 dənədir. 3-dən 10 dənədir. Yəni bu 3-lər nə olur? İxtisar gedir. 3-dən 6-nı toplayanda 9 eləyir. 10 dənə, burada da 9 dənə. 10 dənədən 9 dənəni çıxanda 1 dənə qalır. Yəni bir dənə 2, bir dənə 5, bir dənə də 3 qalır. 2 vur 5 vur 3 eləyir 30. Yəni cavab oldu 30. İmtahanda da ümumiyyətlə 10 görürsünüz, 3-ü səhv yerə yazmışsınızsa, bilin ki, cavab 30-dur da. Diqqətsizlik olur, amma eləməyin. İmtahanda diqqətsizlik eləməyin. Sonra 5-ci sual. Deyir ki, uşaqlar 1-1. Yenə mənfi 3-2 üstündə 5. Tək dərəcə mənfini saxlayır. Mənfi qaldı. 3 üstü 5, 2 üstü 5. Üst-üstə dərəcələr vurulur. 3-ü 5-ə vurun 15. Yenə mənfi qalır. 1/5 3 bölü 2 deməkdir. Üstündə 3 var. Mən də kuba qaldırıram. A-nın kubu. Üst-üstə dərəcələr vurulur. 3-3-ə vururuq. 9. B üstü 9. Belə. Yenə 3-dən 3 dənəsi gedir. Burada qalır 2 dənə. Mənfini mənfiyə vuranda müsbət olur. Əks işarəni bir-birinə vuranda müsbət olur. Bu heç. Sonra 3-dən 2 dənəsi aşağıda qaldı. Burada 2-dən 5 dənə, 3 dənə, 2 dənəsi də yuxarıda qaldı 2-dən. Vuranda üstlər toplanılır. A üstü 18, B üstü 9. İndi deyir ki, qüvvətlə əmsalının hasili. Qüvvət dəyişənin üstündəkilərinin cəmidir. Yəni qüvvət 27-dir. Əmsalı neçədir? 9-da 4. 9-da 4 ilə 27-nin hasilini istəyir. Uşaq 3-ün kvadratı 9-dur, 2-nin kvadratı 4-dür. 27-dən 9-a bölündə 3, 4-ü 3-ə vuranda 12. Bildinizmi? Sonra 8-ci. Deyir ki, müsbətdirmi, mənfidirmi ona baxın. Baxaq. Məsələn, deyir 49 üstündə 5, bir də 7 üstündə 10. Şöyle 49'u yazaram 7'nin kvadratı üstündə 5 çıxılsın 7 üstü 10. Üstə dərəcə vurulur. Bu da elə 7 üstü 10 deməkdir. 2-ni 5-ə vuranda 10 edir. Eyni ədəddən eyni ədəd çıxanda 0-dır. 0 nə müsbət, nə mənfi ədəddir. 0 başlanğıcdır. B. 6 üstü 11 çıxılsın 36 üstü 6. Uşaqlar, 36-nı yazaram 6-nın kvadratı üstündə 6. Üst-üstə dərəcə vurulur. 6 üstü 11-dən 6 üstü 12-ni çıxanda təbii ki, mənfi edir. Biri var 11 dənə vurasan, biri var 12 dəfə vurasan daha böyük edir. Kiçik ədəddən böyük ədəd çıxanda mənfi edir. Bizdən müsbəti istəyir. Bu mənfidir, bu 0-dır. Sonra C-ni yoxlayaq. 8-i yazaq 2-nin kubu üstündə 16. 16-nı yazaq uşaqlar 2 üstü 4. İkisini də 2-yə gətirdim də. Bu 2-nin kubudur, bu da 2 üstü 4-dür. Üstündəki ədədləri də üstlərinə yazdım. Üst-üstə dərəcələr vurulur. 3-ü 16-ya vuranda 48, 4-ü 8-ə vuranda 32. Təbii ki, 48 dəfə vurmaq 32 dəfə vurmaqdan böyükdür. Yəni, müsbət alınır. Bizdən də müsbəti istəyir. C variantı. D-yə baxaq. 5 üstü 10 çıxılsın. 125 üstü. 125-i 5-in kubu yazaram. Üstü 4. Yəni, deyir 5 üstü 10 çıxılsın. 3-ü 4-ə vurun. 12. 10 dəfə vurmaq, 12 dəfə vurmaq təbii ki, mənfidir. Yəni, kiçikdən böyük çıxanda mənfidir. Y ən vacib bir şeydir. İmtahana bu tip suallar çox düşür. 8 üstü 10 çıxılsın 3 üstü 20. Ümumiyyətlə, qayda deyirəm, üstlü funksiyada onluq bir şey, məsələn, A üstü 70 görürsünüzsə, bunu bilirsiniz nə yazın? A üstündə 7 üstündə 10 və ya A üstü 30 görürsünüzsə, bilirsiniz nə yazın?
A üstü 3 üstündə 10. Yəni 10-u ayırın, yuxarı qoyun. Yaxşı. Çünki üst-üstə dərəcə vurmaqda axı 7-ni 10-a vuranda 70 eləyir. 3-ü 10-a vuranda 30 eləyir. İndi yazaq. 8-i yazarıq. Elə 8 üstü 10 qalsın. Çünki 3 ilə əlaqələndirə bilməyəcəm axı 8-i. 3 üstü 20-ni, amma 20-ni parçalayıb nə yazacağam? 2 üstündə 10. Bildinizmi uşaqlar? Yəni onu bayaq izah elədim. Baxın. Necə 7 üstündə 10, 3 üstündə 10 yazmırıq. 20-ni də 2 üstündə 10. Yəni 2-ni 10-a vuranda 20 eləyirək. 8 üstü 10 çıxılsın. 3-ün kvadratı 9 üstündə 10. Bilirsiniz niyə? Yəni yanında 10 varsa, gözləyin. Yəni onu 10-a gətirməliyik. 20-ni yəni 10-luğa gətirməyi bacarmalısınız. Mütləq ağlınızda olsun. Təbii ki, kiçik ədədi kiçikdən böyük çıxanda mənfi eləyir. Yəni bu mənfidir. Bunun mənfi və ya müsbət olmağı imtahana çox düşür. Diqqətli olun. Cavab C-dir. Bunun cavabı mənfidir. Bizdən müsbət istəyir. Sonra 13-ə də baxaq. Aha. Uşaqlar, üstləri müsbətdirsə bir hədlidir. Dəyişənlərin üstləri müsbətdirsə bir hədlidir. Amma 6, 2 parçalanıb yazılıb. Uşaqlar, 6-nı 2-yə vurun, 12 eləyir. Əgər səliqəli şəkildə əmsallar başda A-lar 1, B-lər 1, C-lər 1 yazılsaydı, baxın, yəni birinci belə yox, 12 A üstü 4, B-lər bir yerə yığılıb 4 dənə, C-dən bir dənə, belə yazılsaydı standart şəkildir. Amma belə parçalanıb yazılıb deyə bir hədlidir, amma standart şəkildə deyil. Birə getdi A, diqqətli olun. Biraz nazirləşdirmək istəyirəm. Hə, düzdür. Sonra bu uşaqlar üstlər müsbətli bir hədlidir. Görün bir hədli hardadır? Bir hədli standart şəkildədir. C. 2-yə getdi C. A ilə C getdi. Əmsalı qüvvətindən 2 dəfə böyükdür. Uşaqlar, əmsal 26-dır, qüvvəti 13-dür. Həqiqətən 2 dəfə böyükdür. 2-yə B də gedir. B-ni də silək. Qaldı D ilə Y. Üstündə mənfi varsa nə demişdik? Bir hədli deyil. Yəni D. Bir hədlinin əmsalı 6-dır. Heç birində 6 deyil. Bunda 8-dir. Bunda 26-dır. Bunda 6-nı 2-yə vurun. 12-dir. Bildiniz? Əmsalı 12-dir. 6 deyil. Y variantı da heç birinə getmir. 1-ə A, 2-yə B, C, 3-ə D. Bu belə. Bir hədli bölməsi belə. İndi çox hədlini izah edək. Baxın birinci suala. Sərbəst həddini tapın deyir. Sərbəst hədd izah edirəm. Uşaqlar, sərbəst hədd yanında x olmayan həddir. Məsələn, bunların heç biri sərbəst deyil. Çünki x-dan asılıdırlar. Asılı. Sərbəst hədd məsələn 35 sərbəstdir, mənfi 7 sərbəstdir. Çünki heç nədən asılı deyirlər. Yanında hər hansı bir dəyişən yoxdursa, o sərbəst hədd sayılır. Keçək birinci sualı izah edək. Yanında x var, bu asılıdır. X olmayan sərbəstdir. X var, asılıdır, sərbəst budur. Deyir, sərbəst həddini tapın. Sərbəst 5-dir, üstündə nədir? Kubudur. Sərbəst 1-dir, üstündə nədir? 70-dir. 5-in kubu 125-dir. 1-in üstünə nə yazırıq? O neçə eləyir? 1. 1 üstəyin həmişə 1-dir. 125-i də 1-ə vuranda 125 eləyir. Babək. Sonra 3-cü sual. Bəli. Çoxhədlinin dərəcəsini tapın. Bu çoxhədlidir. Çoxhədlinin dərəcəsi nə idi? Ən böyüyü. 27, 2, 1, 0. Ən böyük hansı olur? Təbii ki, 27. Axı üstündə 5 var. Yazaq. X üstündə. 3-cünü yazıram. 27 üstündə 4 var uşaqlar. 4-ü yazdım. Bu da çoxhədlidir. Bunun dərəcəsi 1-dir, bunun dərəcəsi 0-dır. Ən böyük hansıdır? X üstü 1. Qabağındakı nəzərə almayın. Dərəcə deyəndə uşaqlar ancaq üstü. X, Y, Z-in üstünə baxın. Yəni qabağına yox, üstünə. Burada da x-lardan böyüyü hansıdır? Bu arada uşaqlar x-in dərəcəsi 1-dir. Üstündə 3 var deyə 3 yazıram. Sonra bunun dərəcəsindən böyük olan, burada 2-dir, burada 0-dir, ən böyük 2-dir. Yazıram x üstü 2. Dərəcəsi neçədir? Üstündə 2 yazılıbdır, 2 yazıram. 27-ni 4-ə vuranda 108 eləyir. 1-i 3-ə vuranda 3 eləyir. 2-ni 2-yə vuranda 4 eləyir. Vuranda üstlər toplanır. 108, 3, 4. Toplayın. 115. Deməli, çoxhədlinin dərəcəsi neçə oldu? 115. Bu tip sual çox düşür. 4-cü sual çox vacib sualdır, maraqlı sualdır. Standart şəkildə yazılış nə deməkdir? Yəni səliqəli, vurun açın deməkdir. Gəlin vurub açaq. 4-cü sual.
X-in kvadratını solda göstərirəm. İstəyirsiniz paralel qoyum ki, qəşəng görəsiniz. X-in kvadratını X-a vuranda X-in kubu eləyir. X-in kvadratını birinci uşaqlar buna vuram, ikinci buna vuram. X-in kvadratını A-ya vuranda A X-in kvadrat eləyir. Mənfi 2x-i X-a vuranda mənfi 2x-in kvadrat eləyir. Mənfi 2x-i A-ya vuranda uşaqlar çalışın həmişə X-i sonda yazın. Yəni mənfi 2 dənə AX. Səliqəli olması üçün belə yazırıq. Yəni X-ları axıra yazıram da. Mənfi 2AX. 5-i X-a vuranda 5X. 5-i A-ya vuranda 5A. İndi deyir ki, burada X kvadratının əmsalı 0-dır. Baxın, X kvadratının əmsallarını deyir 0 elə. X kvadratının burada əmsalı müsbət A-dır. Burada əmsalı mənfi 2-dir. Başqa heç yerdə X-in kvadratı yoxdur. Deyir, müsbət A ilə mənfi 2-ni 0-a bərabər elə. Onda A neçədir? 2. Anladınız mı? Sadə görünür, amma tətbiqində bacarmalısınız. 10-cu sual. Deyir, çoxhədlinin dərəcəsi 3 olar. Çoxhədlinin dərəcəsi nə idi? Ən böyük olan. Gəl biz həll eləyək. Yazaq. Uşaqlar, yəni səliqəli şəklə gətirək. 4-ləri 1 toplayaq, 3-ləri 1, 2-ləri 1, yəni dərəcələr uyğun olaraq yazaq. 10-cu sual yazıram. Yəni yazıram bx üstü 4, üstə gəl 3x üstü 4, 4-ləri 1 yazdım. Sonra kubu yazıram, çıx 2x-in kubu. Sonra kvadratını yazıram. Standart şəkil bu da, uşaqlar, böyükdən kiçiyə gəlmək. 6x-in kvadratı, sonra çıx x var, bunu yazıram. Sonra sərbəst hədləri yazıram. Ən axırda da sərbəst hədd yazıram. Mənfi 1-dən mənfi 1-i çıxanda mənfi 2 qaldı. Deyir, bunun dərəcəsi 3 olar. Normalda axı bu çoxhədlinin dərəcəsi neçədir? 4-dür. Bəs necə eləyək ki, çoxhədlinin dərəcəsi 3 olsun? Uşaqlar, yəni böyük olaraq 3 qalmalıdır. 4 nə olmalıdır? Yox olmalıdır. Yox olmaq nə deməkdir? 0-a bərabər olmalıdır. Bildiniz uşaqlar, çoxhədlinin dərəcəsinin normalda bu ifadədə 4-dür. 4 yox, 3 olması üçün deməli 4 yox olmalıdır. Yəni əmsalı yox olmalıdır. B ilə müsbət 3 yoxa çıxmalıdır. Nə vaxt yoxa çıxır? B mənfi 3 olduqda. Bildiniz uşaqlar, mənfi 3x üstü 4-ün üstünə 3x üstü 4 gəlsəz ixtisar gedər də, əks ədədlərin cəmi 0 eləyir. Deməli, mənfi 3. Bu konuda diqqətli olun. Nəyisə yox eləmək istəyirəmsə, 0-a bərabər edirəm. Nəyisə 0 eləmək istəyirəmsə, əmsalı 0-dır. Çünki nəyisə 0-a vuranda 0 olur da. Ona görə əmsalını elə 0-a bərabər edirəm. 14-cü sual. Deyir, standart şəkildə yazılışında, yəni vurun açın, sadələşdirin. X kubunla x kvadratının əmsalı 0-dır. Vuraq açıq da. Yenə səliqəli qoyun, baxın. Birinci buna vuracam, ikinci buna vuracam. X-in kubunu x-in kvadratına vuranda x üstü 5, mənfi bx-in kubu. Ax-in kvadratını x-in kvadratına vuranda ax üstü 4. Ax-in kvadratını mənfi b-yə vuranda mənfi ab x-in kvadratı. 2x x-in kvadratına vuranda 2x-in kubu. 2x-in mənfi b-yə vuranda mənfi 2bx. 1-i x-in kvadratına vuranda x-in kvadratı. 1-i mənfi b-yə vuranda mənfi b. Deyir ki, indi x-in kubunun da əmsalı 0 olsun. Kvadratının da əmsalı 0 olsun. Baxaq. X-in kubu harada var? Bir burada, bir də burada. Uşaqlar, qabağındakı işarə ilə bir yerdə götürün. Mənfi b ilə 2. Deyir, neçə olsun? 0. Mənfi b bərabər oldu mənfi 2-yə. Mənfiləri hər tərəfdən ixtisar edəsək, b bərabər oldu 2-yə. Bunu tapdıq. Bizdən b-ni istəyir 2. b 2-dir. İndi A-nı da tapaq. Bir də deyir, x-in kvadratının əmsalı da 0-dır. X-in kvadratı harada var? Bir burada var. Başqa? Bir də burada. Göylə yazacağım. Burada x-in kvadratının əmsalı mənfi AB-dir. Burada x-in kvadratının əmsalı yoxdursa, bir dənədir də 1x-in kvadratdır. Üstə gəl 1. Deyir, 0 olmalıdır. Onda mənfi AB nəyə bərabərdir? Mənfi 1-ə. Mənfilər gedir. A vur B bərabərdir 1. B-ni 2 tapmışıq. A vur 2 1-dirsə, A neçədir? 1/2, yəni 0,5. A-nı da tapdıq 0,5, yəni D variantı. Aydındırmı? 19-cu sual.
Əlmə baxın görüm. Deyir ki, çoxhədlinin dərəcəsi 7-dir. Siz beyninizdə çoxhədli nədir? İçindəki, yəni ən böyük dərəcəsi olan bir hədli 7-dir. 7 götürün. En çoxhədlisinin də dərəcəsi 9-dur. Burada da ən böyük olanı 9 götürün. Deyir, indi qoyun yerinə də. Deyir, m x üstü 7 götürmüşdük. N-i də x üstü 9 götürmüşdük. Deyir, çıx. Kvadrata qaldır. Vur m-ə, yəni x üstü 7-yə. Bilirsiniz uşaqlar, m x üstü 7 götürdüm. N x üstü 9. Bu qədər sayda qoydum yerlərinə. İndi deyək ki, bunun dərəcəsini tapaq da. Bu çoxhədlidir. Çoxhədlinin dərəcəsi böyüdür. Yəni budur. X üstü 9. Üstündə 2 var deyə. 2. Vurma görürəmsə davam edirəm. Vururam. Üst-üstə dərəcələr vurulur. 9-u 2-yə vuranda 18. Vuranda üstlər toplanır. X üstü 25. Yəni bu çoxhədlinin dərəcəsi neçəymiş? 25 imiş. Diqqətli olun. 25-ci sual. Deyir, çoxhədlinin dərəcəsi 90 olar. Çoxhədlinin dərəcəsi biz nə demişdik? Aralarında ən böyüdür. Bunun dərəcəsi ümumiyyətlə 0-dır. Ədədin dərəcəsi 0 olur. Mən bilmirəm ki, bu dərəcəmi böyükdür, yoxsa bu dərəcəmi böyükdür. Gəl yoxlayaq. Birinci halda böyük dərəcəni n üstəgəl 3 götürüm. Üst-üstə dərəcələr nə olur? Vurulur. N üstəgəl 3-ü 5-ə vururam. Deyir, dərəcəsi 90 olar. N üstəgəl 3 onda 90-ı 5-ə bölün. 18-dir. 18. 9-u 5-ə 1, 45, 8. N 18-dən 3 çıxanda 15. N tapdıq 15. Yerinə qoyaq görək həqiqətən 90 eləyirmi? Çünki biz bilmirik ki, böyük dərəcə n üstəgəl 3-dürmü, yoxsa 3n-dirmi? Gəlin istəyirsiniz 3n də yazaq. Böyük dərəcə 3n olsa, üstündəki dərəcə 5-dir deyə 5-ə vururam. Və görək bu üst-üstə dərəcələr vuranda deyir dərəcəsi 90 eləyir. 3n-i tapaq. 90-ı 5-ə böləndə ya da yaxşı 3n-i 5-ə vuranda 15n eləyir. 15n 90-dırsa, n-i tapanda 6 eləyir. Görək hansı ödənəcək? 15 mi, 6 mı? N-in yerinə 15 qoyun misalda. 15 üstə gəl 3 18-dir. 3 vur 15 45-dir. Bu da 5-dir. Üstündə 5. Uşaqlar, bu misalın dərəcəsi çoxhədlinin dərəcəsi 45-dir. Üstündə də 5 var. 45-i 5-ə vurun. 225 edir. Amma bizə lazımdır ki, dərəcə 90 eləsin. Deməli, bu ödənmir. Buna baxaq. N-in yerinə 6 qoyun misalda. 5, x üstündə 6-nın üstü üçgənin 9. 3 vur 6, 18. Bu da 5, üstündə 5. Çoxhədlinin dərəcəsi hansı idi? Ən böyüyü. Ən böyüyü x üstü 18-dir. Üstündə 5 var deyə 5-ə vururam. 18-i 5-ə vuranda 90. Həqiqətən ödənir. Deməli, n-in hansı qiymətində ödənir? 6. Deyir, n-i tapın. 6. Əsl geniş yolu budur. Yəni, özünüzü heç vaxt imtihanda şansa buraxmayın da. Yəni, baxanda yerinə rəqəm qoysaz, çox halda görərsiniz ki, 3n böyükdür. Amma yoxlamanın daha çox tərəfdarıyım. İmtihanda yoxlayın. 29. Deyir, çoxhədliləri bərabər olarsa. ABMK-nın cəmini tapın. Ümumiyyətlə, gəlin düşünək, uşaqlar. Belə bir şey verilib. Birinci hələ özümdən nümunə göstərim ki, başa düşəsiniz. Burada da verilib ki, gəlin baxaq. Qırmızı ilə göstərəcəm. Burada x-in kubu bərabərdirsə eyni olmalıdır əmsallar. Burada x kubun əmsalı 7-dirsə, burada da neçə olmalıdır? 7. Burada uşaqlar x-in kvadratı yoxdur. Deməli, burada da olmamalıdır. Yox olması üçün sıfıra vurmalıyam ki, yox olsun. 5 sıfırdır. Burada x-in əmsalı 8-dir. Deməli, burada da x-in əmsalı 8 olmalıdır. Burada sərbəst hədd 9-dur. Deməli, burada da sərbəst hədd 9 olmalıdır. Aydındırmı? Yəni, iki çoxhədlinin bir-birinə bərabər olması üçün uyğun hədlərin əmsalları bərabər olmalıdır. İndi yazaq. 2kx-in kvadratı mx, bir də sərbəst hədd deyir 3b çıx 18. Uşaqlar, yanında x olmayan istənilən bir şey bütövlükdə sərbəst həddir. Bildiniz. Bir də deyir ki, bərabər inşallah ki, yerləşər. 2a çıx 6x-in kubu üstəgəl 6x-in kvadratı. Uşaqlar, görün heç bu tərəfdə kub var.
Deməli, bu tərəfdə də kub olmamalıdır. Bu tərəfdə kub yoxdursa, burada da olmamalıdır ki, bərabər olsun. Özdə ki, bərabərdir. Baxın, bərabərdir. Demək olmamalı. 0-a bərabər edirəm. 2 açıq 6 bərabərdir 0. 2A bərabərdir 6-ya. A onda neçədir? 3-ə bərabər imiş. A-nı tapdıq 3. İndi sağ tərəfdə x kvadratın əmsalı 6-dır. Qara ilə göstərirəm. Sol tərəfdə x kvadratın əmsalı 2k-dır. Deməli 2k-nı 6-ya bərabər edəcəm. K neçə oldu? 3. Yəni x kvadratların əmsallarını bir-birinə bərabər elədim. Sağ tərəfdə x yoxdur. Onda burada da olmamalıdır. Olmaması üçün 0-a vururam. Sağ tərəfdə sərbəst hədd yoxdur. Bu tərəfdə də sərbəst həddin olmaması üçün 0-a bərabər edirəm. Bizə deyir ki, indi bu verilən bütün o məhsulları toplayın. Biz tapmışıq A-nı 3, K-nı 3, M-i 0, B-ni də 6. Toplayanda eləyir 12. Diqqətli olun. İstəyirsiniz buraya yazdım. A-nı 3, B-ni 6, M-i 0, K-nı 3. Bunları da toplayanda neçə eləyəcək? 12. Sonuncu 31-ə də baxaq. Qalanlarını özünüz səhv edin. Deyir ki, K-nın hansı qiymətində çoxhədlinin dərəcəsi ən kiçik olar? Biz bilirik ki, çoxhədli bir hədlilərdən ibarətdir və bir hədlinin üstü də mənfi olmur. Düzdür? Üstü mənfi olmayan bir şeylər. İstəyirsiniz gəlin bir şeyi sizə öncədən deyim, sonra davam edək. 24K-nı 24 böl K. Üstü də natural ədədlər olmalıdır. Natural da mənfi demək deyil də. 24 hansı ədədlərə bölünür? Natural olaraq 1-ə. Bütün ədədlər 1-ə bölünür. 2-yə, 3-ə, 4-ə, 6-ya. 4 vur 6 24-dür. 2 cütləşdirin. 3 vur 8 24-dür. 2 vur 12 24-dür. 1 vur 24 24-dür. Deməli 24 uşaqlar bu ədədlərə bölündü. 1, 2, 3, 4, 6, 8, 12, 24. Biz bilirik ki, K-nın yerinə 1 qoysam bu mənfi eləyəcək. K çıx 2 mənfi eləyəcək. Deməli 1 ödənmir. K-nın yerinə 2 qoysam 0 eləyəcək. Yenə ödənmir. K-nın yerinə uşaqlar, bura baxın, 7-dən 8 çıxsam axı mənfi eləyəcək. 8 ödənmir. K-nın yerinə 12 qoysam da ödənmir. 7-dən 12, 24 qoysam da ödənmir. Ancaq bu 3 ödənir. Gəlin K-nın yerinə bu 3-ün qoyaq. Deyir, hansı qiymətində dərəcə ən kiçik olar? Görək dərəcəsi ən kiçik hansı qiymətdə olacaq? K-nın yerinə 3 qoyub misalı hesablayaq. 2A üstündə 24-ü 3-ə böləndə 8. 3-dən 2-ni çıxanda 1. İstəyirsiniz yazım ki, görəsiniz. 7-dən 3-ü çıxanda 4. Bu çoxhədlinin dərəcəsi oldu 8. Baxın, yazıram. Qüvvəti bərabər oldu 8-ə. Qüvvət dərəcə eyni şeydir. Dərəcəsi oldu 8. İndi K-ya 4 verək. Yazıq yenə. 24-ü 4-ə böləndə 6. K-nın yerinə 4 qoyuram. 4-dən 2-ni çıxanda 2. 7-dən 4-ü çıxanda 3. Bu çoxhədlinin qüvvəti neçə oldu? 6. Ən böyüyü görün hansıdır? 6, 2, 3-dən ən böyüyü 6-dır. K-nın yerinə bir dənə də 6 qoyaq. Bax, uşaqlar, bu üçünü yoxlamalıydıq. 3 qoyduq, 4 qoyduq, indi 6-nı qoyuram. 2A üstündə 24-ü 6-ya böləndə 4. 6-dan 2-ni çıxanda 4. 7-dən 6-nı çıxanda 1. Bu da belə. Çoxhədlinin qüvvəti neçə oldu uşaqlar? 4. Ən böyüyü 4, 4, 4, 1 deyil. Ən böyük 4. Qüvvət oldu 4. Deyir, dərəcənin ən kiçik olduğu K-nı tap. Uşaqlar, dərəcə ən kiçik harda oldu? 4 olanda. Yəni, bu ifadənin dərəcəsi ən kiçikdir. K-nın hansı qiymətində? 6 qiymətində. K-nın qiymətini istir deyə cavabı 6 götürün. Bu düşmüşdü və uşaqların çoxu qarışdırmışdı. Qüvvətin, yəni cavabı 4 götürmüsünüz. Qüvvət 4-dür. Sizə deyir, K-nın hansı qiymətində qüvvət 4-dür? K-nın 6 qiymətində. Belə. Yəni, bu çoxhədli mövzusunda diqqətli olmalısınız. Uğurlar.